Peşəkar Futbol Liqasının yeni qaydaları ilə keçirilən müsabiqədə futbol mütəxəssisləri tərəfindən yanvar ayının ən gözəl qolunun müəllifi Turan Manapov seçilib və ona da hazırda bu mükafat təqdim edilir. Çempionatımızın Ronaldosu bugün start 11-liyindədir. 60 nömrə Trezor Mosti, 95 Miloš Miloviç, Vaqif Cavadov komandanın baş məşqçisidir. Beləliklə işarə verildi və Sumqayıt Kəpəz oyunu start götürdü. Biz yenə də meydan sahiblərinin növbəti hücumunu izləyirik. Ronaldo sürətdə keçmək istəyirdi Elmir Tağıyevi. Daha bir zərbə. Rogerio Santuşu bu zərbə ilə həyəcanlandıra bildi Səbuhi. Kəpəzin cavabı. Rəqib futbolçunun Xubalkoya dəyriyini görmədi, toxuduğunu görmədi. Paçu istiqamətini götürmə Luis Paçu və Fərzullayev heç gün olmadı. Ronaldo Vazquez. Daha bir hücum indi Sumqayıt hesab aça bilər. Rogerio Santuş. Və fürsət yaranan kimi sizə təkrarları göstəririk. Əvvəlcə Kəpəz klubu bu hücum zamanı fərqləməyə yaxın idi. Paçu qapıcı ilə təpə-tək qalmışdı və orada Xəyal Fərzullayev Sumqayıtı qoldan xilas etmişdi. Davamında isə Sumqayıtın oxşar hücumunu izlədik. Bu dəfə Sumqayıtın 9 nömrəsi qapıcı ilə üz-üzə qaldı. Və Bobir Xolikovun fərqlənməyinə Kəpəzin bir nömrəsi Rogerio Santuş imkan vermədi. Sumqayıt yenə də hücumdadır. Meydan sahiblərinin növbəti həmləsi ötürmə yaxşı alınır. Geri ötürmə dəqiq olmadı. Həmlə davam edir. Sərtan Taşqın topu qazandı. Sərtanın zərbəsi. Sərtan Taşqın hesabı açmağa yaxın idi. Sərtan Taşqın sonradan Sumqayıta qoşuldu və bu epizodun hücumun davamında Sərtan Taşqın Turan Manapovdan topu aldı və bu zərbə ilə əvvəlcə topu bir addım önünə atdı və tam vaxtında zərbəni vurdu. Hesabı açmağa yaxın oldu Sərtan Taşqın. Sol canaha ötürmə dəqiq alınır. Ayxan Süleymanlı, Ayxanın ötürməsi ilk həmlə alınmadı. Top hələ də Ayxanda qalır. Qapı önünə ötürmə edilir. Başla zərbə və gol! Sumqayıtın əsrəti bitir. 11 oyunluq fasilədən sonra Vaqif Cavadovun komandası nəhayət ki qol vura bilir. Və nəhayət ki Sumqayıtın bu müddət ərzində ilk qolunun müəllifi oldu. Bir daha baxırıq. Ayxan Süleymanlı hər şeyi burada Ayxan etdi. Əvvəlcə ötürməsi alınmadı. Daha sonra top yenə də önünə düşdü və sağ ayağı ilə onun ötürməsindən sonra Roy Kehat hər kəsi qabaqlayaraq baş zərbəsi ilə topu qapıya göndərdi. Turan Manapov onu nəzarətsiz buraxmışdı. Nəzarətsiz buraxmışdı demək bəlkə də düzgün olmaz. Nəzarət edirdi, amma zərbə vurmağına mane ola bilmədi. Əsas məsələ də budur. Hücumun gedişinə biraz daha öncədən, daha əvvəldən necə olmuşdu buna baxdıq. Murad Xaçayevi də vurulamaq lazımdır. Təkrar qolu izləyirik. İndi yoxlama gedir. Hansı epizodla bağlı ola bilər? Bu maraqlıdır. Manapov sol tərəfə baxma olar. Mamadou Bağ'ın ötürməsi. Başla zərbə. Çox təhlükəli idi. Topun yanında hər zaman olduğu kimi Turan Manapov'dur. Birbaşa zərbə vuruldu. İtirazı var idi Mosti tərəfindən. Mosti burada topu itirdi. Bağ topu qazandırdı komandasına. Paçu. Kəpəzin hücumu ötürmə Paçuya. Paçu daha bir ötürmə edildi. Hesabı bərabərləşdirmə olur. Başla zərbə. Qeyri dəqiqdir. Stadiondadır. Və təkrara bir daha baxırıq. Paçu topu qəbul edir. Qapı önünə yumuşaq ötürmə edir. Right yarda Zişvili. Qapıya düşə bilmədi həmin vəziyyətdə. Sağ tərəflə oynadı. Sərtan Taşqın ötürmə. Kehatın zərbəsi. Roy Kehat! Dubledir Roy Kehat!
2-0. Sumqayıt ikinci qolu vurur bu oyunda. İkinci qolunu vurur Roy Kehat. Təkrara bir daha baxaq. Sərtan Taşkının ötürməsi zamanı Kehatın ilk zərbəsindən sonra top Xuanko'ya dəydi. Top yenə də Kehata qayıtdı. İkinci zərbə zamanı Verdaş artıq özünü yetirirdi, amma gec idi. İkinci zərbə zamanı heç kim mane ola bilmədi Roy Kehata. 3 futbolçu önündə yerə sərildi, amma Roy Kehat özünün və komandasının ikinci qolunu vurdu. Növbəti əks hücumunu izləyirik. Abduxolikov çox rahat keçdi. Abduxolikov, Rogerio Santos cəzalandırmağa çalışır. Fürsətlər də yaranır. Kəpəz. Bu arada daha bir hücum. Sərtan oyundan kənar vəziyyətdə idimi? Xeyr, bayraq qalxmayıb. Sərtan Taşkın. Daha bir zərbə. Yenə də Santos. Və az əvvəlki hücum zamanı Sərtan Taşkın həqiqətən də oyundan kənar vəziyyətdə deyildi. Top Kəpəzdə. Mamadouba dəstək gözləyir sağ tərəfdən. Gecikmişdilər. Ötürmə edildi. Başla zərbə. Yenə də fərqləmək mümkün olmur. Kəpəz hücumdadır. Turan Manafov topu ötürür. Başla zərbə və bu dəfə Fərzullah kimyaşçıları qoldan xilas etdi. Təkrara baxaq. Manafovun ötürməsi zamanı başla zərbə vuruldu və Fərzullayev zərbəni dəf etdi. Davamında Mabatşoyev yıxıldı. Onun üçün çox uyğun mövqedir. Manafov yaxınlaşır. Turan Manafovun zərbəsi top qapının üstündən keçdi. Yansane daha bir zərbə. Üçüncü qol vurula bilərdi. Yansane. Elvin Bədalov. Topu cərmə ilə şahsına ötürür. Zərbə vuruldu və 3-0. Sumqayıt 3-cü qolu da vurur. 3-0 oldu hesab. Gəlin təkrara baxaq. Yansane burada Elvin Bədalovla oynadı. Bədalovun gözəl ötürməsi və Xuanko həqiqətən də bugün çatdırmırdı. İkinci qolda da səhvi oldu. Bu qolda da Xuankonun səhvi var. Çatdırmır, sürətdə çatdırmır, daha ağır hərəkət edir. Və Nihad Əhmədzadə oyunda son nöqtəni qoyur. Beləliklə Sumqayıt bu görüşdə Kəpəz üzərində 3-0 hesablı vacib qələbə qazanır. Bu Sumqayıta həqiqətən də çox lazım idi.